Hazırda Azərbaycanda ən qızğın toy mövsümüdür. Həm havalar isinir, həm də qarşıdan Məhərrəm ayı gəlir. Toyunu buna qədər etmək istəyənlərin sayı həddən artıq çoxalıb. Amma onların arasında şad gününü başqa səbəblərdən tezləşdirən cütlüklər də var. Ya indi toy edəcəklər, ya da bir də onlar üçün vağzalı səslənməyəcək. Yaxın qohumu ilə evlənənlər, bu onların son şansıdır. Çünki iyulun 1-dən ölkəmizdə qohum evlilikləri qadağan edilir. Olduqca mübahisə yaradan bu qərar artıq qüvvəyə minir. Amma bu qohum evliliklərinin qarşısını alacaqmı? Belə düşünənlər var ki, bu qadağa əksinə dini və vətəndaş nikahlarının sayını çoxaldacaq. Nəzərə alsaq ki, Azərbaycanda dini nikahlara bir o qədər də nəzarət yoxdur deyilənlər əsaslı hesab edilə bilər. Bir çox ekspert hesab edir ki, qohum evliliklərinə qadağalarla yox, maarifləndirməklə son qoymaq lazımdır. Amma bu da bir reallıqdır ki, illərdir bu sahədə aparılan maarifləndirmə işləri nəticə vermir. Heç qohum evliliyindən dünyaya gələn xəstə uşaqlar da onları dayandırmır. Bəzən sevgi, bəzən də valideynlərin təzyiqi hər şeydən üstün gəlir. Uşaq vaxtından bir-birimizdən xoşumuz gəldi və zamanla bu sevgi münasibətinə çevrildi və inşallah ki, ailə münasibətindən davam edəcək. Kənan Nəsirov xalası qızı ilə ailə qurmağa hazırlaşır. Üzünün göstərilməsini istəməyən müsahibim tələsir. Çünki ölkədə iyulun 1-dən qohum evlilikləri ilə bağlı qadağa qüvvəyə minəcək. Bu səbəbdən gənclər hətta toylarının tarixini önə çəkib. Biz bunu bu yaxınlarda planlamırdıq. Biz gələn üçün düşünürdük əslində evliliyi, amma ayın 1-dən qohum evliliyinə qadağa gəldiyinə görə biz ayın 20-si toyumuzu eləyəcəyik inşallah. Həkimlərdə olduq, müayinələrdən keçdik və həkim belə deyək də, xəstə uşaq olma riskini olmadığını dedi, yəni çox az olduğunu dedi. İnşallah ki, elə bir halla qarşılaşmarıq. Təbii ki, könül istəyər, Kənan və həyat yoldaşının doğulacaq övladları sağlam olsun. Amma tip nə könül dinləyir, nə də istək. Elm deyir ki, qohum evliliyindən doğulan uşağın sağlamlığı ilə sınağa çəkilmə riski yüksəkdir. Feyzullayevlər ailəsi 20 il öncə elə bu riski gözə alaraq evləniblər. Mədinə xanım bibisi oğlu Adgözəl bəylə ailəsinin təkidi ilə ailə qurub. Onların ilk övladı sağlam olsa da, balaca Tunar fiziki məhdudiyyətlə dünyaya gəlib. Həm gözdən əlil, həm də psixi inkişaf ləngiməsi hiperaktivliklə, bu diaqnozlandı. 12 yaşı var. Məşhur həkimlərin çoxuna, yəni öz imkanımız çatdığımız qədər aparmışıq. Həm gözünə görə, həm də belə nevrolojiya. Yəni getdiyimiz hər yerdə birinci verdikləri sual o olur ki, yəni bu uşaq ən ağır dərəcə belə qohumluqdan ola bilir. Almaniyaya onun analiz testlərini göndərdilər. Oradan da cavab belə bir mənalı olaraq ancaq qohumluqla bağladılar. 12 yaşlı Tunar fiziki məhdudiyyətlərinə baxmayaraq məktəbə gedir, şeir əzbərləyir, hətta pianino çalır. Ən böyük arzusu isə musiqiçi olmaqdır. Tunar deyir, anamı hamıdan çox sevirəm. Anası da bütün çətinliklərə baxmayaraq nəvazişini, qayğısını və sevgisini övladından əsirgəmir. Amma ailə ağır fiziki məhdudiyyətlə doğulan Tunarın yaşadığı ağrı-acı qarşısında çarəsizdir. İndi onlar evlilik qərarlarının peşmanlığını yaşayırlar. Amma necə deyərlər, sonraki peşmanlıq fayda vermir. Bəzən də çox aciz qalırsan, heç nə eləmək mümkün olmur. Ona görə heç məsləhət bilmirəm. Çox istəyirəm ki, yəni gənclərimiz sevib, sevilsin. Amma ki, yəni qohum evliliyi çalışaq ki, olmasın. Bu qanunlar gərək ki, çoxdan olaydı. Həkim genetik Ağarza Ağayev deyir ki, son 5 ildə ölkədə nadir rast gəlinən xəstəliklərin sayı artıb. Bunun başlıca səbəbi qohum evlilikləridir. Xüsusilə birinci dərəcə qohum evliliklərində genomun təxminən 8də 1-i ortaqdır. Və nəzərə alsaq ki, hər bir insan bütün genomu boyu 6 və ya 8 genetik xəstəliyə görə daşıyıcıdır. O zaman bu qədər ortaq genom paylaşımının o daşıyıcı xəstəliklərin üz-üzə gəlmə riskini, yəni iki daşıyıcının üz-üzə gəlmə riskini nə qədər artırdığının bariz şahidi ola bilərik və bunu praktikada da qarşılaşırıq. Bu ilin 5 ay ərzində qohum nikahlarının sayı 2034 olub. Ötən il isə ümumilikdə bu rəqəm 1935 idi.
ölkədə təxminən bir ay sonra yaxın qohumların ailə qurması qadağan olunacaq. Bu da son 2 ayda nikaha girməyə tələsən cütlüklərin sayını artırıb. Sırf humanist baxımdan yanaşıldı. Belə deyək ki, həmin qanun qəbul edildiyi ana qədər artıq izdivaca hazırlaşan, deyək ki, nişanlı olan və yeni ailə qurmağa hazırlaşan cütlüklər var idi, mövcud idi ki, onların deyək ki, bu nikahına mane olmamaq üçün, yəni əvvəlcədən hazırlanmış, razılaşdırılmış bu izdivaca mane olmamaq üçün bu qanun layihəsinin müddəti 1 il uzadıldı. Qanun layihəsi valideynləri yaxın qohum olan cütlüklərin ailə qurmasını qadağan edir. Yəni, bioloji baba və ya nənənin nəvələri evlənə bilməz. Amma yeni qərarın qeyri-rəsmi, vətəndaş nikahında və ya dini kəbinlə qurulan münasibətlərin sayını artıra biləcəyi düşünülür. Bunun qarşısını almaq üçün mexanizmin yaradılması vacib hesab edilir. Qanunlar davamlı olaraq, belə deyək ki, təkmilləşdirilir və hər qarşıya çıxan, sizin söylədiyiniz kimi, hər qarşıya çıxan, hər sahədə hansısa bir sual, yaranan hansısa boşluq, təbii ki, daha sonra onunla bağlı qanunvericilikdə yeni addımlar atılaraq, yeni əlavələr, dəyişikliklər edilərək tənzimlənir. Bu halın da qarşısı təbii ki, qanunvericiliklə zamanla alınacaqdır və bunun üçün də, belə deyək ki, sahə qanunları tənzimləyici funksiya oynayacaqdır. Cəmiyyətdə qohum nikahlarının qadağasını birmənalı qarşılamayanlar da var. Onlar bu qanunu şəxsi azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirir. Amma o azadlıq ki, bir körpənin sağlam yaşamaq hüququnu məhdudlaşdıracaq, bu yerdə məhəbbət də, istək də ikinci plana keçməlidir. Yəqin ki, bir müddət ayrılığın hicranına dözmək, bir ömür gözünün önündə övladının çarəsiz xəstəliklə çırpınmasını görməkdən daha yüngül imtahan olar.